İran Autizm, Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfər qızı dünən sosial şəbəkə hesabında canlı yayım açaraq başına gətirilənlər barədə danışıb. O, Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Suraxanı rayon İcra Hakimiyyət tərəfindən ona qarşı edilmiş qanunsuzluqları işıqlandırıb. İki övladı və həyat yoldaşı əlil olan Çiçək xanım Günəşli qəsəbəsində yararsız bir avtomobil qarajında yaşayır. Özünün dediyi kimi burada it də yaşamaz, lakin məcburiyyətdən oraya sığınıblar. Yağış yağarkən qaraj tamamilə suyun içində qalır. Çiçək Qəzənfər qızı 1997-ci ildən ev növbəsinə dayansa da, hələ də ona növbə gəlib çatmayıb. Deyir ki, evi ancaq saxta yolla seçilən deputatlara və arxası böyük olan müğənnilərə verirlər. Vaxtilə autizm sindromlu uşaqlar üçün yaratdığı reabilitasiya mərkəzi Suraxanadakı sürüşmə zonasına düşdüyü üçün sökülüb. Ona həmin mərkəzin əvəzinə ev verilməsi nəzərdə tutulsa da, rəsmi şəxslər bunu boyunlarından atırlar. Ümumilikdə Prezident Administrasiyasına 2000 ədəd şikayət məktubu yazsa da cavab verən olmayıb. Mehriban Əliyevanın xalası qızı Məlahət Səttarova bildirib ki, biz özümüz də QHT kimi bir şeyik, sizə cavab verə bilmirik. Məlahət Səttarovanın qəbulundan çıxandan sonra isə onu polislər həbs ediblər. Prezidentin köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olsa da, onun tərəfindən rus dilində söyüşlərə məruz qaldığını və qovulduğunu bildirir. QHT sədri kimi də heç bir tədbirə dəvət edilmədiyini və ona qrant da verilmədiyini bildirir. Deyir ki, QHT agentliyi adlanan qurum müxtəlif bəhanələrlə mənə qrant da vermir. Prezident Administrasiyasından tapşırıq gəlib ki, onu qara siyahıya salın. Bir ay dayanmadan QHT agentliyinə autizmli uşaqlara bağlı layihə hazırladım deyir. Ona da tələb edilsə də ondan çox media resursunda çıxan material təqdim etdim. Sonda qalib gəlmədik və bəhanə gətirdilər ki, sənin media materiallarındakı saytlardan biri reyestrdən keçməyib. Absurd bir bəhanə idi. Bu, qrant sahəsi ümumiyyətlə monopoliyadadır. Əmək Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi də faizlə işləyir. Əvvəldən danışırlar və sonra həmin adamlara layihə verirlər. Kənd Təsərrüfatı Təşkilatına sosial layihə verilir. Həqiqətləri dediyim üçün qrant verən qurumlarda qara siyahıya salınmışam. Artıq iyanə də ala bilmirik, dərhal blokluyurlar. 200 manat iyanə gəldi, onu da blokladılar və dedilər ki, sizə düşmür. Gündə bir qanun çıxır, kimin ağlına nə gəlir, onu qanuna salırlar. Bir sözlə dərəbəylikdir. Prezident Administrasiyasının əməkdaşları Çiçək xanıma yardım etmək əvəzinə onun Facebook hesabındakı kommentləri güdürlər. Çiçək xanım da deyir ki, mən o əməkdaşlara adam kimi baxmıram, onlar şərəflərini itiriblər. İnsanlar həqiqətən mənliklərini satır, ləyaqətini satır, yalandan vicdanlarına and içirlər. Çiçək xanım Qəzənfər qızı bildirir ki, o məmurlara yaltaqlanmağı bacarmır. Ona görə də bu əziyyətlərə qatlaşmalı olur. Hakimiyyəti bu yarıtmaz fəaliyyətinə görə tənqid etdiyindən 2 dəfə qanunsuz həbsə atılıb, 2 dəfə də xəbərdarlıq alıb. Övladları reabilitasiyadan kənar qalan Çiçək xanımın problemini dövlət rəsmilərinin əksəriyyəti bilsə də kömək edən yoxdur. Azərbaycan hakimiyyəti Afrika QHT-lərinə qlobal cənub adı ilə yedizdirdiyi milyonlardan bircə faiz Çiçək xanıma ayırsaydı, bugün belə mənzəriyə ürək ağrısı ilə tamaşa etməzdik. Ölkədə bütün işlərin rüşvətlə həll olunduğunu deyən QHT sədri Dost agentliklərinin xidmət mərkəzlərindən və əlillərin bərpası mərkəzindən də narazılığını bildirdi. Dost mərkəzlərinin üzərində erməni bayrağının rənglərinin əks olunduğunu və onun altından insanlarımızın keçdiyini, insanları sındırdıqlarını da dilə gətirdi. Həyat yoldaşı üçün əlil arabası və digər avadanlıqlar almağa müraciət etsə də illərdir verilmədiyini bildirdi. Qeyd etdi ki, Leyla Əliyevaya da ev üçün müraciət etdik, amma heç bir cavab olmadı. Daha sonra it yuvası verilməsi üçün müraciət edib, bizə içərisində kondisioneri olan
it yuvası göndərdilər deyir, hətta itə yeməklər də göndəriblər. Çiçək xanım deyir ki, müraciət etdiyi itin yeməyinə ayrılan pullardan bizim yemək almağımız üçün də pul ayrılsın, hələ də cavab yoxdur. Bir sözlə ölkədə itin hörməti vətəndaşın hörmətindən daha çoxdur. Saxta yolla parlamentə düşən deputatlar da bir işə yaramır. İllərdir autizmlə bağlı bir sənəd qəbul edə bilməyiblər. Bundan anlayışları da yoxdur. Saxtakarın nədən anlayış ola bilər axı? Hər yerdə bəyan edirlər ki, biz neft ölkəsiyik. Neft ölkəsində əlilləri belə incidirlərmi? Prezident tədbirlərdə bildirir ki, mənə siqnal verin, şikayətlərinizi bildirin. Biz xalqın xidmətçiləriyik, amma görünən odur ki, məmurlar bizə qarşılarından baş əydirir, qula çevirmək istəyirlər. QHT sədri Xarici İşlər Nazirliyinə müraciət etdiyini, Qazaxıstan və ya Belarusa getmək istədiyini bildirir. Orada əlillərə xüsusi diqqət yetirirlər, Azərbaycanda isə əlillərə baxan yoxdur. Hakimiyyətlə mübarizə apardığını deyən QHT sədri hətta xarici ölkə səfirliklərinə sığınacaq üçün müraciət etdiyini də bildirir. Deyir ki, nə vaxta qədər biz bu hakimiyyətin nağıllarına qulaq asmalıyıq? Bu nağılların sonunu da yaxşı bilirik. Göydən 3 alma düşür, bunun hamısını da özləri götürür. Heç olmasa birini də bizə versinlər. 2 saatdan çox canlı yayım olduğu üçün çalışdım ki, Çiçək xanımın şikayətinin bəzi məqamlarını işıqlandırım. Maraqlı olanlar daxil olub izləyə bilərlər. Sonda Çiçək xanım çox mərd-mərdanə bildirdi ki, rəhbərlik etdiyi QHT-ni bu çıxışından sonra bağlasalar da vicdanını çoxları kimi itirməyəcək. Ümid etmirəm ki, hakimiyyət özündə vicdan tapıb Çiçək xanımın problemlərini həll edəcək. Bu elə belə davam edəcək. Qısa müddət sonra onu səsini kəsməyə də məcbur edəcəklər. Vəssalam. Səsimizə bir fikir verdilərmi ki, biz seçək? Hamısı saxta yollarla seçildi. Ona görə də heç bir təklif verə bilmirlər. Nə gözləyirik onlardan? Heç nə gözləmirəm. Mən şəxsən heç nə gözləmirəm. Çox sağ ol Mətanət xanım, çox sağ ol. Mənim də açıqladığım çox şeylər var. Heç ona görə də təəssüf eləmirəm. Nə bilirsən, indi bəlkə də mənim də təşkilatımı bağlayacaqlar, reyestrdən çıxarış verməyəcəklər. Günün birində bəlkə o da olacaq, onu da gözləyirəm, o da ola bilər. Mən qara siyahıya salınmışam artıq, dövlət QHT-lərə Dövlət Dəstəyi Agentliyində qara siyahıdayam, mənə layihə verilmədi. Heç bir bəhanə də bu oldu ki, güya mənim media resurslarımın biri çatmır. Bir media resursu çatmayanda mənə layihə vermədilər. Ondan sonra Sosial Xidmətlər Agentliyində qara siyahıdayam, həqiqətləri əks elətdirdiyimə görə. Ondan sonra mən də çox yerdə qara siyahıdayam. Hal-hazırda mən heç bir donorum yoxdur, heç bir dövlət layihəm yoxdur. Baxmayaraq ki, işləyirəm. 5-ci beynəlxalq konferans verdim. Çox saylı tədbirlər elədim. Qarşıda yenə tədbirim var. Xeyriyyə tədbirlərim var. Müxtəlif donorlarla işləyirəm. Birtəhər donor tapıram. Oradan buradan birtəhər borc, xərc, birtəhər işləyirik. Mənim təşkilatım yaranan bir gündən işləyibdir. Mən onlara görə heç vaxt təşkilatımdan əl çəkmərəm. Çünki mənim 2 evladım autizmdir. Mən təşkilatımı sevərək yaratmışam. Mən yaratmamışam. Valideynlərlə birləşərək yaratmışıq. Valideyn birliyidir, valideynlərin istəyidir. Onu valideynlər yaradır. Mənim arxamda valideynlər dayanır. Mənim bir 5.000, 10.000 təmsilçi valideynlərim var ki, mən bunların hamısına xidmət göstərə bilmişəm. Hamısına. Mənə gecə saat 3-də də zəng eləyəndə mənim xətrimə dəymir. Mən bunların hamısına bildiyim, bacardığım yolu göstərirəm. Amma mənim təəssüflər olsun ki, əlimdən nə gəlir ki, mənim özümü 2 dəfə polis aparıb xəbərdarlıq eləyib ki, danışanda ehtiyatlı ol. Mən də demişəm ki, nə danışmışam ki, nəyi demişəm ki, yəni bunların dediyi ilə budur ki, həqiqəti demə. Tərif deyilən, mən də tərif bacarmıram. Mən anadan gələndən, körpəlikdən mənim nə şirin dilim var, nə tərifim var. Bunlar mənə yaddır. Mən biraz köntöy adamam. Mən biraz sözü düz deyən adamam. Mənim o qılığa girmək, şirin söz demək, nə bilim, neynəmək, yaltaqlanmaqla yoxdur aram. Olmayıbdır. Əgər ona görə mən hansısa nəyisə itirəcəmsə, ona görə yaltaqlanıramsa, heç vaxt yaltaqlanmayacam. Qoy hər bir şeyimi itirim. Amma mən onlara yaltaqlanan deyiləm. Həqiqət nədir onu deyəcəm həmişə, hər zaman.